Həzrəti İmam Rıza əleyhissalamın özünün bir hədisi var ki, hər kəs bizim müsibətimizə, bizim olunan zülümlərə, bir dənə o zülümlər ki, bizə olunub, ona bir ağlıya, göz yaşı tökülə, qiyamət günündə elə bizim dərəcəmizdə olar. Yəni, biz hara qədəm qoysaq, özümüzlə onu ora apararıq. O yerlərdə ki, Allah bizi icazə verər, o bizim dostlar da bizim müsibətli günümüzə göz yaşı tökənlər də bizlə gələrlər, qəmlənənlər də bizlə. Əslində, göz yaşı və qəmin bir çox fəlsəfəsi var. Biri bundan ibarətdir ki, yəni o baş verən hadisiyə mən də öz münasibətimi bildirirəm. Xanım Rüqəyyənin kimliyi barəsində biz ona bir 3 yaşında qız uşağı kimi baxsaq, gəlib dünyadan köçüb. Hicrətin 59-cu ilində misal dünyaya gəlib, Hicrətin 62-ci ilində dünyadan köçüb. Elə bu 3 illik dövr və bir insan həyatı kimi zahiri baxsaq, əlbəttə bu çox da insanların ürəyin sındıra bilməz, insanların ürəyini o qədər də riqqətə gətirə bilməz. Amma biz buna hansı dövrdə və hansı müsibətlərdə, hansı məsələlərdə dünyadan köçüb bu gözlə baxsaq, bilərik ki, xanım Rüqəyyə kimdir. Biz xanım Rüqəyyə bir 3 yaşlı adi bir qız uşağı kimi baxmayaq. Görək hansı amal uğrunda şəhid olub və necə müsibətlərə dözüb bu xanım. Bu 3 yaşlı uşaq kimdir ki, Kərbəla hadisənin özünü diri saxlamaq səbəblərindən biri bu 3 yaşlı uşaqdır. Allah buna nə qüdrət verib. İmam deyir ki, bizim bu müsibətimizə kim ağlasa, qəmlənsə, elə bizlə bir dərəcədə olacaq. Bir kəs ki, bizim müsibətimizə ağlaya, insanları ağlada, o gün ki, qiyamətdə insanların gözləri günahlardan ağlayacaq. Qiyamətin o ədalət tərəzisi qurulanda insanlar günahlarına görə o qiyamətin vəhşətin görəndə ki, göz yaş tökəcəklər, onlar bizim müsibətimizə bir yerdə oturublar, məclis qurublar, ağlayıblar, göz yaşı töküblər. Allah bunları o günlərdə ağlatmaz.